Kvemokhartlidə azadlığın qanunsuz məhdudlaşdırılması və zorlanma ittihamı ilə 3 nəfər saxlanılıb. 1996-cı il təvəllüdlü şəxs evlənmək məqsədi ilə 2006-cı il təvəllüdlü qızı zor tətbiq edərək avtomobilə mindirib, Qardabani bələdiyyəsinə aparıb onun azadlığını məhdudlaşdırıb və cinsi zorakılıq tətbiq edib. Hüquq mühafizə orqanları həmin şəxsi və ona kömək edən şəxsləri cinayətdən qısa müddət sonra isti-izlərlə saxlayıblar. Faktla bağlı istintaq aparılır. Onları 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. 55 yaşlı İsfandil Quliyev həyat yoldaşı müəllim Elnarə Əliyevanı bıçaqlayaraq qətlə yetirməkdə ittiham olunur. Hadisə yanvarın 27-sində səhər saatlarında baş verib. Məlumata görə qadın 2 övladını məktəbə yola saldıqdan sonra evə qayıdıb və bu zaman ona ağır xəsarətlər yetirdiyi bildirilir. Yaxınlarının sözlərinə görə Elnarə Əliyeva uzun illər məişət zorakılığına məruz qalıb və son dövrlər uşaqları ilə evi tərk etməyi planlaşdırırmış. Bildirilir ki, qadın qətlə yetirilərkən hamilə olub və təqsirləndirilən şəxs bundan xəbərdar olub. Hadisədən sonra şübhəli şəxs meyiti avtomobillə polisə təhvil verib. Hazırda istintaq davam edir. 3 az yaşlı uşaq isə 86 yaşlı nənənin himayəsindədir. Bir unsiya qızılın qiyməti 4893 dollara düşüb ki, bu da bir gün ərzində 8%lik azalma deməkdir. Qiymət enişi yerli bazarda da hiss olunur. Gürcüstanda 999 əyarlı 1 qram qızıl 430 lariyə təklif olunur. Bu, əvvəlki günlə müqayisədə 50 lari ucuzlaşma deməkdir. Gürcüstan Milli Bankının məlumatına görə 1 dollar 2 lari 69 tetri, 1 avro isə 3 lari 20 tetri təşkil edir.